Salam, hər vaxtınız xeyir. Aerohidrostatika bölməsində ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahına baxırıq. Sual 1. Şüşə parçasının havada çəkisi 30 Newton, suda çəkisi isə 18 Newtondur. Şüşənin sıxlığını hesablayın. Öncə fikir veririk ki, havadakı çəkisi 30, sudakı çəkisi isə 18-dir. Çünki cisim mayeyə batdığı zaman havadakı çəkisindən Arximed qədər azalır. Bunu düsturla yazsaq, P maye bərabərdir, P hava çıxılsın F Arximed. Bizə havadakı çəkini 30, mayedəki çəkini isə 18 Newton vermişdir. Yerinə qoysaq, yazarıq 18 bərabərdir 30 çıxılsın F Arximed. Buradan F Arximedi tapsaq, olacaq 30 çıxılsın 18 bərabərdir 12 Newton. Arximed qüvvəsini 12 Newton tapdıqdan sonra bizdən şüşənin sıxlığını istəyir. Yazırıq rho cisim sual. Bilirik ki, F Arximed bərabərdir rho maye, J və cisim. Havadakı çəki üçün havada isə P0 bərabərdir rho cisim, J və cisim. Çünki havada cisimdən söhbət getdiyi üçün bu şəkildə yazırıq. Daha sonra tərəf-tərəfə bölsək, J və cisimlər ixtisar gedər. Arximed qüvvəsini 12 Newton tapdıq. Arximedə yazırıq 12 bölünsün. P0 30-dur. 30 bərabərdir. Mayenin sıxlığını 1000 veribdir. Rho mayeyi yazırıq 1000. Rho cismi isə saxlayırıq. Buradan rho cismi tapsaq, olacaq rho cisim bərabərdir. 30 vurulsun 1000 bölünsün 12. 30 vurulsun 1000 bölünsün 12. Bunları 3-ə ixtisar aparsaq, burada qalacaq 10, burada qalacaq 4. İxtisar elədiyimiz zaman isə cavab eləyəcək 2500. Doğru cavabımız burada qeyd edirik. 2500 kilogram bölünsün metrin kubu. Davam edirik. İkinci sual. Ağzı bağlı və maye ilə dolu qabı tərsinə çevirdikdə mayenin qabın dibinə göstərdiyi P təzyiqi və F təzyiq qüvvəsi necə dəyişər? Biz ilk öncə bu qabın hündürlüyünü bir H-la işarə etsək, bura yazsaq bir H. Və mayelərdə təzyiqin düsturunu yazsaq, olacaq P bərabərdir rho, J, H. Və gördüyümüz kimi, biz qabı hansı səmtə çeviriksə çevirək, onun hündürlüyü dəyişməz. İçində məsələn, deyək su var. Hara fırlasaq bunu, tərsinə çevirsək belə, suyun sıxlığı 1000 olduğu üçün rho-su dəyişməz. Və J zaten yerdə 10 qəbul edildiyi üçün J də dəyişməz. Rho, J, H bunlar dəyişmədiyi üçün təzyiq dəyişməz. Bəs F, F-in düsturunu yazsaq, yazarıq ki, F bərabərdir P vurulsun S. P dəyişmir, F S-dən düz asılıdır. Əvvəlcə sahə bu qədər idi. Biz qabı tərsinə çevirsək, bu qabın sahəsi artar. Və sahəsi artdığı üçün ona təsir edən təzyiq qüvvəsi də artar. Cavabımız olar təzyiq dəyişməz, təzyiq qüvvəsi isə artar. Sual 3. Cisim mayenin səthində üzür. Burada üzür şərtini nəzərə alırıq. Bu cisim sıxlığı 2 dəfə kiçik olan digər mayenin səthində üzərsə, sıxlığı 2 dəfə kiçik olan digər mayenin səthində üzərsə, ona təsir edən Arximed qüvvəsi və cismin mayeyə batan hissəsinin həcmi necə dəyişər? Cisim üzür və burada da cisim yenə səthində üzür. Əgər cisim üzürsə, bu zaman bunun Arximed qüvvəsi bərabər olmalıdır ağırlıq qüvvəsinə və eyni bir cisimdən söhbət getdiyi üçün bunun kütləsi dəyişmir, J-si onsuz da 10-dur qiyməti. Buna görə də Arximed qüvvəsi dəyişməz. Arximed qüvvəsi dəyişməz. Səbəb o oldu ki, cisim mayenin səthində üzürsə, Arximed qüvvəsi bərabərdir ağırlıq qüvvəsinə. Yəni F Arximed mc-yə bərabər olur. Və bu cismin m-i, j-si dəyişmir deyə Arximed qüvvəsi dəyişmir.
Bəs görək, mayeyə batan hissəsinin həcmi necə dəyişər? Biz bilirik ki, F arximet bərabərdir Romaye, gəlin yazaq, Romaye, J və batan. Batan hissənin həcmini tapsaq, olacaq F arximet bölünsün Romaye vurulsun J. Arximet dəyişmədi, J dəyişmədi. Əgər ki, cismin sıxlığı 2 dəfə kiçik olan digər maye ilə əvəz eləsək, yəni bu cismin sıxlığı azalsa, onda mayeyə batan hissəsinin həcmi artar. Arximet qüvvəsi dəyişməz, batan hissənin həcmi isə artar. Bunu düstursuz da düşünmək olar. Mayenin sıxlığı böyük olanda cismin daha az hissəsi batır. Burada isə deyir ki, cismin sıxlığı 2 dəfə kiçildi. Əgər ki, cismin sıxlığı 2 dəfə kiçildisə, bu cisim daha çox batar mayedə. Yəni, batan hissəsinin həcmi artmış olar. Sual 4. Gərilmiş ipdən asılmış kürə maye daxilində tarazlıqdadır. Mayeni sıxlığı daha kiçik olan maye ilə əvəz etsək, kürəyə təsir edən arximet qüvvəsi və ipin gərilmə qüvvəsi necə dəyişər? Cavabınızı əsaslandırın. İlk öncə, mayeni sıxlığı daha kiçik olan maye ilə əvəz etsək, yəni Romayeni kiçiltsək. Bu zaman bəllidir ki, arximet qüvvəsi Romaye, J və batandır. Və burada cismin bütün səthi batdığı üçün batan hissəsi ilə J-nin üstündən xətt çəkirik. Bunlar dəyişməyəcək. Mayenin sıxlığı azalırsa, arximet qüvvəsi ilə düz olduğu üçün arximet qüvvəsi azalar. Bəs yaxşı, ipin gərilmə qüvvəsi necə dəyişər? İlk öncə biz görürük ki, ağırlıq qüvvəsi aşağı doğrudur. Arximet qüvvəsi yuxarı doğru olacaq. Biz burada gərilmə qüvvəsinin istiqamətini götürsək, gərilmə qüvvəsi də yuxarı doğru olacaq. Çünki biz bu kəndiri qırsaq, cisim aşağı düşər. Gərilmə qüvvəsi həmişə hərəkətin əksinə gedir. Ona görə də kəndiri qırsaq, cisim aşağı düşər deyə gərilmə qüvvəsi yuxarı doğrudur. Və buradan gərilmə qüvvəsini tapsaq, yazarıq T gərilmə bərabərdir ağırlıq qüvvəsi çıxılsın arximet qüvvəsi. Və görürük ki, arximet qüvvəsinin də yerinə yazarıq Romaye, J və cisim və yaxud da və batan. Romaye, J və cisim. Və Romaye azalırsa, qarşısında burada gördüyünüz kimi mənfi işarəsi var. Mənfi olduğuna görə Romaye azalırsa, onda gərilmə qüvvəsi artacaqdır. Demək, arximet qüvvəsi azalar, gərilmə qüvvəsi isə artar. Hətta bunu buradan da tapa bilərsiniz. Yəni, arximedin yerinə Romaye, J və cisim yazmadan da tapmaq olar. Əgər ki, arximet qüvvəsi azaldısa, qabağındakı mənfiyə görə gərilmə qüvvəsi isə artacaqdır. Sualımızın cavabı arximet qüvvəsi azalar, gərilmə qüvvəsi artar. Sual 5. Kütləsi 1,2 kiloqram olan kürəyə təsir edən arximet qüvvəsi gərilmə qüvvəsindən 2 dəfə kiçikdir. Arximet qüvvəsi neçə newtondur? J-nin də qiymətini bizə 10 veribdir. Bu sualda görürük ki, gərilmə qüvvəsi yuxarı, ağırlıq qüvvəsinin istiqamətini çəksək aşağıya doğru gedər, arximet qüvvəsi isə yuxarıya doğru gedər. Bu zaman eyni istiqamətdə olanları toplayıb bərabər eləyəcək əks istiqamətdə olana. Yəni, T gərilmə üzərinə gəlinsin F arximet bərabərdir mj. Bizdən arximet qüvvəsinin neçə newton olduğunu soruşur. Şərtdə deyir ki, arximet qüvvəsi gərilmə qüvvəsindən 2 dəfə kiçikdir. Baxın, arximet qüvvəsi gərilmədən 2 dəfə kiçikdirsə, deməli gərilmə qüvvəsi arximetdən 2 dəfə böyükdür. Yəni, T gərilmə 2 F arximedə bərabərdir. Gətirib bizə verdiyi bu şərtdə yerinə qoysaq, olacaq 2 F arximet üzərinə gəlinsin F arximet bərabərdir mj. Hesablasaq 3 F arximet bərabərdir mj. Bizdən isə arximet qüvvəsini istəyir. Arximedi tapsaq 3 düşər məxrəcə, mj çıxar sürətə.
M1/2 J-də 10-dur. Eləyəcək 12 bölünsün 3 bərabərdir 4 Newton olar. Sual 6. Kütləsi 100 qram olan metal kürəcik suda şaquli aşağı düşür. İlk öncə gəlin bunun şəklini çəkək. Buradan yer açaq. Demək, cisim aşağı düşür. Belə bir qab götürürük və burada cismimiz var. Cisim aşağı doğru düşür. Ağırlıq qüvvəsi aşağı çəkir. Burada müqavimət qüvvəsi də bizə verib. Cisim aşağı düşürsə, ağırlıq aşağıdır. Müqavimət qüvvəsi həmişə hərəkətin əksinə getdiyi üçün. Əgər cisim aşağı düşürsə, müqavimət qüvvəsi yuxarı olar. Həmçinin Arximed qüvvəsi də cismi yuxarı doğru qaldırmaq üçün istiqaməti yuxarı doğru olar. Ağırlıq qüvvəsi aşağıya doğru, müqavimət və Arximed qüvvəsi isə yuxarı doğrudur. Bizdən soruşur təcili. Biz burada Newton tətbiq eləsək, yazarıq MA bərabərdir. Cisim aşağıya doğru gedirsə, deməli ağırlıq qüvvəsi daha böyükdür. Ona görə də ağırlıq qüvvəsindən çıxarıq. Çıxma səbəbimiz isə odur ki, bizim cismimiz gördüyümüz kimi Arximed və müqavimət yuxarıdır, ağırlıq qüvvəsi isə aşağıdır. Əks istiqamətdə olduğu üçün də biz bunları çıxırıq. Və Arximedlə də müqavimət eyni istiqamətdə olduğu üçün bunların ikisi MJ-dən bu ikisinin cəmini çıxırıq. Yəni ki, F Arximed üzərinə gəlinsin F müqavimətin cəmini. Şərti nəzərə alsaq, bizə M 100 qram verib 0.1 vurulsun A bərabərdir. 0.1-i vuranda J-nin qiyməti ona 1 eləyir, çıxılsın. Arximed 0.2, müqavimət 0.3 olduğu üçün 0.5. Birdən 0.5 çıxırıq, olur 0.1A bərabər 0.5. A da bərabərdir 5 metr bölünmüş saniyənin kvadratı olacaqdır cavabımız. Sual 7. Kürə tərəzidən asılaraq boş qabın içərisinə daxil edilmişdir. Bu kürə hal-hazırda boş qabın içərisinə daxil edilmişdir və tərəzinin digər gözündəki çəki daşlarından tarazlıqdadır. Burada da çəki daşları var və bunlarla tarazlıqda qalmışdır. Bunu bildirir bizə. Qabı su ilə doldurduqda tarazlıq niyə pozulur? Qabdakı suyu boşaltmadan tarazlığı necə bərpa etmək olar? Baxın, mən gətirib bunun üzərinə maye əlavə etsəm, bunu ağırlıq qüvvəsi aşağıya doğru çəkir. Maye əlavə etdiyimiz an Arximed qüvvəsi yaranacaq və Arximed qüvvəsi bunu yuxarı qaldırmağa çalışacaq. Və artıq Arximed qüvvəsi mayedə cismi yuxarı qaldırmağa çalışır deyə bu ipin gərilmə qüvvəsi azalır. Ona görə də tarazlıq pozulur. Səbəb Arximed qüvvəsidir. Bəs deyir, qabdakı suyu boşaltmadan tarazlığı necə bərpa etmək olar? Burada gördüyümüz çəki daşlarını kənara atırıq, çəki daşlarını və kənara atmaqla burada tarazlığı yenidən bərpa edə bilərik. Davam edirik növbəti sualımızla, 8-ci suala keçirik. Hava ilə doldurulmuş elastiki şar su ilə dolu dərin qabın dibinə iplə bağlıdır. İpi kəsdikdə şar suyun səthinə çatana qədər nə cür hərəkət edər? Müqavimət qüvvəsi nəzərə alınmır. T konstantdır. Müvafiq düsturları yazmaqla cavabınızı əsaslandırın. İlk öncə biz burada baxırıq ki, bizə proses vermişdir. Hansı ki temperaturu sabit verdiyi üçün molekulyar fizikaya aiddir bu biraz. İzotermik prosesdir və izotermik prosesdə PV bərabərdir M bölünsün M RT. Bunlar zaten sabitlər. PV bərabər T. İzotermik prosesdə temperatur sabit qalır. Bu zaman təzyiqlə həcm tərs asılı olur. Və bizdən soruşduğu şey necə şar yuxarı çatana qədər nə cür hərəkət edər? Biz bilirik ki, şar yuxarı çıxdıqca hündürlük azalır. Çünki biz dərinliyi həmişə mayenin açıq səthindən biz həmişə hündürlük ölçürük.
və P bərabərdir ROJH düsturuna əsasən. Cisim yuxarı qalxdıqca hündürlük azalır, ona görə də təzyiq azalır. Və gördüyümüz kimi P V-dən tərs asılıdır. Bu zaman təzyiq azalırsa, həcm artacaq. Yazarıq ki, həcmi artar. Daha sonra Arximed qüvvəsinin düsturunda nəzərə alsaq, ρ maye, J və cisim və cismin həcmi artır deyə bunun Arximed qüvvəsi də artacaqdır. Arximed qüvvəsi artır. Arximed qüvvəsi bunu yuxarı qaldırmaq istəyir, ağırlıq qüvvəsi isə aşağı çəkmək istəyir. Bu zaman MA bərabərdir. Biz təbii ki, cisim əgər ki yuxarı qalxırsa, Arximed qüvvəsi daha böyükdür. Yəni Arximed qüvvəsindən çıxarıq ağırlıq qüvvəsini. Buradansa təcili tapanda yanındakı M məxrəcə F Arximed çıxılsın, MC isə çıxır sürətə. Və burada eyni bir cisim olduğu üçün kütləsi dəyişmir, J zaten dəyişmir, M də dəyişmir. Yenə kütlə dəyişmir deyə M-lərin üstündən xətt çəkirik. Və burada J-nin qiyməti də 10-dur deyə J də dəyişmir. Yerdə qalır A ilə F. Və gördüyümüz kimi Arximed qüvvəsi artmışdı. Arximed qüvvəsi artmışdı deyə təcil artar. Və təcil artacağına görə hərəkət sayılacaq artan təcillə. Artan təcillə cisim yuxarı doğru gedir. Təcil yuxarı doğrudur. Arximed qüvvəsi yuxarı olduğu üçün təcil yuxarı doğrudur və cisim yuxarı qalxır deyə sürət də yuxarı doğrudur. Və sürətlə də təcil eyni istiqamətdə getdiklərinə görə düz xətlini xatırlayaq. Əgər sürət və təcil vektorları eyni istiqamətdə gedirdisə, bu zaman cisim yeyinləşən hərəkət icra edirdi. Ona görə hərəkətimiz artan təcillə yeyinləşən olacaqdır. Sual 9. Krandan tökülən suyun qabın dibinə göstərdiyi hidrostatik təzyiqin zamanı nasıllıq qrafikini çəkin. Krandan vahid zamanda boş qaba tökülən suyun həcmini sabit hesab etməli. Baxın, ilk öncə yazarıq təzyiqin zamana nasıllıq qrafikini istəyir, yazarıq P-nin T-dən. Enli qab daha gec deyəndə ki, enli qabda hündürlük gec dolur. Çünki qab enli olduğu üçün hündürlük səviyyəsi daha gec artır. Ona görə birinci belə bir qrafik çəkək. Bu bizim bir şablon bir qrafikimiz olsun. Digər hissəni burada ya bucağı artıq, ya bucağı az çəkəcək. Əgər ki, hündürlük çox artsa böyük, az artsa kiçik çəkərik. Baxın, sonra görürük ki, qab ensiz hissəyə dönüşdü və ensiz hissə daha belə hündürlüyü daha tez artır da, düzdürmü? Enli qabın hündürlüyü gec artır. Düşünün ki, bir butulka doldurursunuz, bir də qazan. Butulkanın hündürlüyü daha tez artır, çünki ensizdir. İndi bu da onun kimi. Ensiz olduğu üçün hündürlüyü daha tez artır. P bərabər ROJH-a görə hündürlüyü tez artır deyə təzyiq daha çox artacaq. Ona görə növbəti hissəni daha belə böyük çəkirik. Bu hissəni biraz daha böyük çəkirik. Və qrafikimiz bu şəkildə olur. Birinci bu şəkildə, ikinci isə biraz daha böyük olur təzyiqi. Sual 10. Ağzı açıq 20 sm hündürlüklü qab yarı-yarıya qarışmayan 2 maye ilə doldurulmuşdur. Qabın dibindən 8 sm hündürlükdə olan nöqtədəki tam təzyiqi hesablayın. Gəlin burada şəkili çəkək. Bizə, məsələn, belə bir qab götürürük deyək ki, və bizim bu qabımız bura qədər mayedir. 2 dənə mayedir, yarı-yarıya doldurulub. Məsələn, bir də burada var. Birinin sıxlığı 800, digəri 1000-dir. Sıxlığı böyük olan altda düşür. Ona görə buna sıxlığı 1000 olan deyək, buna isə 800 olan deyək. Ümumi 20 sm-dirsə, onda bura qədər haşımız 10 sm, həmçinin də buradan bura qədər də 10 sm qeyd edirik. Bizə deyir ki, qabın dibindən 8 sm hündürlükdə. Onda qabın dibindən 8 sm hündürlük, baxın dibi buradır. Dibindən 8 sm hündürlük bura hardasa bu nöqtəyə gəlib çıxır. Baxın bu nöqtəni işarə edirəm özümdən.
Və deyir ki, dibindən 8 sm hündürlükdə, qoy bunu qara ilə yazaq, dibindən 8 sm götürdük. Deyir, bu nöqtədə tam təzyiqi tap. Ümumiyyətlə, tam təzyiqin düsturunu yazsaq, P tam bərabər olur atmosfer təzyiqi üzərinə gəlinsin ρ-J-H. Yəni, üzərinə gəlinsin hidrostatik təzyiq. Bizdə də 2 dənə hidrostatik təzyiq var. Onda biz belə yazarıq. P tam bərabərdir. P atmosfer üzərinə gəlinsin P1, üzərinə gəlinsin P2. P atmosferin qiyməti 10^5 üzərinə gəlinsin P1-ə ρ1J-H1, P2-yə də ρ2J-H2 yazarıq. Bizim ρ1-imiz 800, vurulsun 10, vurulsun. Birincinin H-ı gördüyünüz kimi 800-ün H-ı buradan bura elə 10 santimetrdir. Bunu çevirsək 0,1 metr. Üzərinə gəlinsin. P2-nin də yerinə axı biz gətirib ρ2J-H2 yazmışıq. ρ2 800. Demək, ρ2 1000-dir. 1000 vurulsun. J10 vurulsun. İkincinin hündürlüyü, baxın, buradan, qoy başqa rəhlə yazım. Demək, ikincinin hündürlüyü, baxın, buradan bura olan hündürlüyü götürəcəm. O da suyun dibindən 8 sm yuxarıdırsa, bura 2 sm düşür. Zaten birinci ilə işimiz yoxdur. Baxın, qoy biraz yaxınlaşdırım. Birinci ilə işimiz yoxdur. Bura zaten 10 sm idi. Şəkli yenidən çəkək, həm də daha yaxşı görək. Baxın, bu zaten 10 santimetrdir. Bundan işimiz yoxdur. Bu dibindən 8 santimetr deyirsə, onda bunun buradan bura olan hündürlüyü 2 santimetri götürürük. Yəni biz ikincinin hündürlüyünə 2 santimetr yazırıq. Bunu isə metrə çevirsək, eləyəcək 0,2 metr. İndi gəlin biz burada gətirək nəzər alaq. H-ın yerinə yazarıq 0,2. Bunu isə hesabladığımız zaman, vaxt itirməmək üçün birbaşa cavabı yazıram. Hesabladığınız zaman zaten bu cavab alacaqsınız. 101 kilopascal. Yenidən demək istəyirəm bunu sizə. Deməli, P tam bərabərdir. P atmosfer üzərinə gəlinsin ρ-J-H. Və burada da 2 dənə təzyiq olduğu üçün P tam bərabərdir. P atmosfer üstə gəlsin P1, üstə gəlsin P2 yazırıq. P1-imiz ρ1J-H1, P2-miz isə ρ2J-H2-dir. Sadəcə burada sizin qarışdıra biləcəyiniz məqam ikincinin hündürlüyü olardı. O da izah elədim ki, qabın dibindən 8 cm deyirsə, onda ikinci sadəcə 2 cm hündürlüyü qalır deyə biz 2 cm götürürük. Onu da metrə çevirəndə eləyəcək %2 metr. Davam edirik 11-ci sualımızla. Sıxlığı mayenin sıxlığından 2 dəfə böyük. Sıxlığı mayenin sıxlığından 2 dəfə böyük deyir bizə. Kütləsi 4 kiloqram olan cisim. Baxın, əgər ki sıxlığı mayenin sıxlığından 2 dəfə böyükdürsə, deməli cisim 2 dəfə böyükdür. Və əgər cismin sıxlığı 2 dəfə böyükdürsə, onda belə çıxır ki, ağırlıq qüvvəsi də Arximed qüvvəsindən 2 dəfə böyük olur. Yəni F ağırlıq qüvvəsi bərabər olur 2 vurulsun F Arximedə. Bunu yazdıq. Əgər 4 kiloqramdırsa, bu zaman bunun ağırlıq qüvvəsi mj düsturundan 4 vurulsun 10 çıxacaq 40 Newton. 40 Newton bunun ağırlıq qüvvəsi oldu. Biz də buradan Arximedi tapsaq, olacaq 2 məxrəcə F ağırlıq sürətə. F ağırlığa 40 tapdıq, 40-ı bölərik 2-yə, eləyəcək Arximed qüvvəsi 20 Newton. İndi baxın, 40 Newton aşağı çəkir, Arximed qüvvəsi də oldu 20 Newton. Arximed 20-dirsə, axı aşağı 40 Newton çəkir. Onda gərilmə qüvvəsi də 20 Newton olmalıdır ki, bu 20 ilə bu 20-ni toplayanda 40-a bərabər olsun. Ona görə sualımızın cavabı gərilmə qüvvəsi bərabərdir 20 Newton. Sual 12. Sıxlığı mayenin sıxlığından kiçik olan bərk cismi qabın dibindən sərbəst buraxsaq, mayenin səthinə çıxana kimi necə hərəkət edəcək? Demək, biz burada görürük ki, sıxlığı mayenin sıxlığından kiçik olan cisimdir. Və biz bunu qabın dibindən sərbəst buraxırıq.
MA bərabərdir. Cismi ağırlıq qüvvəsi aşağı çəkir, Arximed qüvvəsi isə yuxarı qaldırır. Və cisim mayenin səthinə çıxa bilirsə, demək bunun Arximed qüvvəsi daha böyükdür. Yəni Arximed qüvvəsi çıxılsın ağırlıq qüvvəsi. Buradan A-nı tapsaq, olacaq F Arximed çıxılsın ağırlıq qüvvəsi bölünsün M. Cisim mayenin səthinə çıxdığı zaman Arximed qüvvəsi ağırlıq qüvvəsinə bərabər olur. Arximed ağırlıq dəyişmir, ona görə təcil dəyişə bilməz öz başına. Təcil dəyişmirsə, burada artan və yaxud da azalan təcillə deyə bilmərik. Və cisim yuxarı çıxırsa, bunun təcili yuxarı, Arximed qüvvəsi yuxarı olduğu üçün təcili yuxarı və yuxarı çıxırsa sürətdə yuxarı, sürət və təcil eyni istiqamətdə gedirsə, bu zaman hərəkət sayılacaqdır bərabər yeyinləşən. Çünki biz bilirik ki, əgər sürət və təcil vektorları eyni istiqamətdə gedərsə, bu zaman hərəkət bərabər yeyinləşən sayılır. Baxın, yenidən demək istəyirəm. Əgər cisim mayenin səthinə çıxırsa, Arximed ağırlığa bərabərdir. Ona görə Arximedin ağırlıq dəyişmir deyə burada təcil yoxdur. Artan azalan təcillə ona görə deyə bilməzsiniz. Ona görə sadəcə hərəkət bərabər yeyinləşən sayılır. Sual 13. Sıxlığı mayenin sıxlığından böyük olan bir cismi iplə içərisində su olan qaba asılmışdır. Demək, bu bir cismi bu qaba bu şəkildə salınmışdır. İki cismi isə suyun səthində üzür. Bu isə suyun səthində bu şəkildə üzür. Deyir, qaba su əlavə etdikdə cisimlərə təsir edən Arximed qüvvələri nətər dəyişər? Baxın, əgər sıxlığı mayenin sıxlığından böyükdürsə birinci, onda bu suya batır və bunun gərilmə qüvvəsi də çoxdur. Suya batır cisim. Yəni, mən bunun üzərinə su töksəm də bu yenə batacaq. Və hansı ki, deyir, qaba su əlavə etdikdə. Məsələn, qaba bu qədər su əlavə etdik. Fikir verirsiniz, əvvəl bu qədər hissəsi batırdı. Biz qaba su əlavə etdikdə bu qədər hissəsi, yəni daha çox hissəsi batacaq. Daha çox hissəsi batacaqdır deyə F Arximed bərabərdir. Rho maye, J və batan. Yəni, birinci cismin batan hissəsinin həcmi artır deyə birincinin Arximed qüvvəsi artacaq. Bəs ikinci cisim mayenin səthində üzür. Biz buna su əlavə eləyəndə bu yenə üzəcək mayenin səthində. Yəni, nə batmaz, lap yuxarı çıxmaz. Yəni, yenə də bu olduğu kimi mayenin səthində üzəcək. Ona görə də bunun batan hissəsinin həcmi dəyişmir. Ona görə də bunun F Arximed qüvvəsi isə dəyişməz qalacaqdır. Sualımızın cavabı Arximed qüvvəsi birincidə artar, çünki daha çox hissəsi batacaq cismin. Əvvəl bu qədəri batırdı, indi bu qədəri batacaq. Batan hissənin həcmi artdığı üçün Arximed artacaq, ikinci cisimdə isə Arximed qüvvəsi dəyişməyəcək. Sual 13. Buz parçası əridikdə suyun stəkanın dibinə göstərdiyi hidrostatik təzyiqi necə dəyişər? Cavabınızı əsaslandırın. Baxın, yadınızda saxlayın. Buzun həcmi suyun həcminə bərabərdir və suya bərabərdir. Və həmçinin buz əriyəndə suya dönüşür. Yəni, buzun kütləsi bərabərdir suyun kütləsi. Təsəvvür eləyin ki, buz bunun içində olmasa, bu qabın içərisində, baxın, belə bir boşluq əmələ gələr. Və biz bu buzu əridib suyun içinə atsaq, baxın, eyni hündürlük olacaq. Yəni, buz əriyəndə buzun həcmi suyun həcminə bərabər olur. Ona görə də buz əriyəndə bayaqki hündürlüyün elə özünü saxlayacaq. Və hidrostatik təzyiq P bərabərdir rho GH olduğu üçün bu hündürlük artırmayacaqdır deyə, yəni hündürlük artmayacaqdır da burada. Hündürlük dəyişməyəcək. Və hündürlük dəyişməyəcəyindən dolayı da hidrostatik təzyiq dəyişə bilməz. Ona görə hidrostatik təzyiq yazacaqsınız ki, dəyişməz. Sual 15. Kütləsi 270 kiloqram olan buz parçası suyun səthində tarazlıqdadır. Buzun suyun səthində qalan, yəni suya batmayan hissəsinin həcmini hesablayın. İlk öncə
Biz bilirik ki rho cisim, J ve cisim bərabərdir. Romayi, J ve batan düsturuna görə J'ləri ixtisar aparsaq, bu kitabda var bu düstur. Rho cisim ve cisim bərabərdir. Romayi ve batan. Biz burada bu düsturumuzu qeyd edirik. Və bu düstura əsasən batan hissən, baxın, deyir suyun sıxılığı 1000-dir, buzun da sıxılığı 900-dür. Batan hissənin həcmi, deməli, buradan gəlin V batanı tapaq. V batanı tapsaq, romayi düşər məxrəcə, rho cisim, V cisim çıxar sürətə. Qiymətləri yerinə qoysaq, cisim buzu deyirik də, 900 vurulsun, V cisim bölünsün 1000. İxtisar aparsaq, alarıq V batan bərabərdir. Bundan buna aparsaq. 10'da 9 ve cisim. Fikir verirsiniz, cismin neçəsi batıbdır? 10'da 9'u. 10'da 9'u batırsa, onda belə çıxır ki, 10'da bir hissəsi isə batmır. 10'da 9'u batır, 10'da 1'i batmır. Bu isə bizdən suyun səthində qalan, yəni batmayan hissəni istəyir. 10'da bir hissəsi batmır. Biz 10'da bir hissəsini tapacağıq. Həcmini. Gəlin normal həcmi tapaq hələ bir. Bilirik ki, rho bərabər m bölünsün v-dir. Düsturdan v-ni tapsaq olacaq, m-i bölərik rho-ya. Bizim m-imiz gördüyümüz kimi 270 kiloqramdır. Rho-su isə buzun, çünki biz bu cismin tapırıq hissəsini. 900'ə bölərik. İxtisar aparsaq, neçə ixtisar apara bilərik biz bunu? 9 aparsaq. Burada 3 qalar, burada da 10. 90 aparsaq. Bu şəkildə. Alarıq 0,3. Və bizdən buzun suyun səthində qalan hissəsinin həcmini istəyir. Buzun həcmini tapdıq biz 0,3 və 10'da bir hissəsini tapmalıyıq deyə 0,3'ün 10'da bir hissəsini tapsaq 0,3'ü vurarıq 10'da 1'ə. Bu da eləyər 0,3. Yəni 0,3'ün 10'da bir hissəsini tapsaq eləyəcək 0,3. Sual 16. Dinamometrlə bağlanmış və sıxlığı mayenin sıxlığına bərabər olan bərk cismi mayeye daxil edirlər. Deyir, uyğun düsturlardan istifadə edərək cismin mayeye tam batana kimi, onun mayedəki çəkisinin, batan hissəsinin həcmindən asılılıq qrafikini çəkin. Gəlin belə eləyək. Bizdən istəyir batan hissəsinin asılılığını. İlk öncə biz burada yazırıq P-nin və batan hissədən. Təsəvvür eləyin ki, belə bir yay götürürük və bu yayımıza bir cisim bağlamışıq. M kütləli bir cisimdir. Bunu təbii ki, Arximed qüvvəsi yuxarı qaldırmaq istəyər suyun içində, ağırlıq qüvvəsi də aşağı salmaq istəyər. Və cismi biz suyun içərisinə salsaq, əvvəlcə buna ağırlıq qüvvəsi aşağı çəkirdi. Ağırlıq qüvvəsi aşağı çəkir deyə həmin o şəkildə havadakı çəkisi çox idi. Müəyyən bir qiymətdə böyük idi. Biz onu suyun içinə saldığımız zaman başlayır, Arximed qaldırıcı qüvvə təsir edir deyə çəkisi azalır. Yəni çəkisi azalmağa doğru gedir. Sadəcə olaraq bizə burada bir məqam vurğulayıbdır. Deyir, sıxlığı mayenin sıxlığına bərabər olan bərk cisimdir. Sıxlığı mayenin sıxlığına bərabər olduğuna görə biz bunu suyun içinə salanda mayedəki çəkisi azalacaq düz sıfıra qədər. Çünki sıxlığı mayenin sıxlığına bərabərdir. Ona görə artıq biz onu suyun içinə saldığımız zaman orada dinamometrin göstəricisi olmayacaqdır. Yəni dinamometrin göstəricisi sıfıra qədər azalacaqdır. Sual 17. 17-ci sualda bizə deyir ki, cismi C cismi, burada C cismimiz var, şəkilə baxaq. C cismi qollu tərəzidəki çəki daşı ilə tarazlıqdadır. Onun üzərinə altdakı səthə kip sıxılan qalın divarlı iri şüşə qapaq qoyulur. Şüşə qapağın altındakı hava sorma nasosu ilə sorulanda
Tərəzinin tarazlığı ilə əlaqədar hansı hadisə müşahidə olunar? Cavabınızı əsaslandırın. Baxın, ilk öncə biz burada nə yazarıq? Birinci və ikinci cisim üçün baxsaq. Birinci cismi və ikinci cismi, hər ikisini. Birinci cismi ağırlıq qüvvəsi aşağı doğru çəkir. Ona görə buna yazarıq. Məsələn, gəlin buna birinciyə M1J deyək. Bu zaman F Arximet 1-də havanın da Arximet qüvvəsi var. Yuxarı qaldırır, tək mayədə deyil. Və bunu da ağırlıq qüvvəsi M2J ilə aşağı çəkər. Arximet qüvvəsi isə yuxarıya doğru qaldırar. Və hal-hazırda bunlar tarazlıqdadılar. Hal-hazırda tarazlıqda olduqlarına görə bunları yuxarı və aşağı çəkən qüvvələr demək 100% ki, bir-birinə bərabərdir ki, bunlar tarazlıqda qalırlar. Yəni, uşaqlar, M1J çıxılsın. Axı, bir düz xət üzrə fikir verin bir dəqiqə bura. Bir düz xət üzrə əks istiqamətdədirlər. Bu da bir düz xət üzrə əks istiqamətdədir. Ona görə M1J çıxılsın, F Arximet 1 bərabərdir. M2J çıxılsın, F Arximet 2. Belə yazırıq. Yəni, bunlar hal-hazırda bu şəkildə tarazlıqdadılar. Biz nə edə bilərik? Biz bunları sağ və sol yerlərini dəyişsək, bura, yerlərini dəyişsək, olacaq. Deməli, M1J çıxılsın, M2J bərabərdir. Bunu bu tərəfə keçirdirəm, bunu bu tərəfə keçirdirəm. Olacaq F Arximet 1 çıxılsın, F Arximet 2. Həm də belə baxa bilərsiniz. Aşağı çəkənlər bərabərdir, yuxarı çəkənlərin fərqinə ki, tarazlıqda qalır cisim. İndi bizə deyir ki, cisim şüşə qapağının altındakı havanın sorma nasosundan sorulduqda. İlk öncə fikir verin. F Arximet bərabərdir Romaya yazanmaram artıq burada hava olduğu üçün. Yazarıq ki, Rho hava, vurulsun J, vurulsun V cisim. Cismin həcmi, C-dəki cismin həcmi A-dakının həcmindən, A deyək də, gəlin buna da. C-dəkinin həcmi A-dakının həcmindən daha böyükdür və həcmi böyük olanda Arximet də böyük olur. Onda belə çıxırmı ki, Arximet qüvvəsi, bu bizim birinci, bu da ikincimizdir. Arximet qüvvəsi 1-də həcmi böyükdür, deyə Arximet böyükdür. 1-dəki Arximet 2-dəki Arximetdən daha böyükdür. Anlayırsınızmı? Çünki həcmi, birincinin həcmi, bu C-nin həcmi daha böyükdür, düzdürmü? Baxın, bu C-nin həcmi daha böyükdür. Yəni, həcmi, birincinin həcmi 2-dən böyük olduğu üçün Arximet qüvvəsi 1-dəki Arximet daha böyükdür. 1-dəki Arximet daha böyükdür. Və avtomatik olaraq 1-dəki Arximet bu daha böyük olduğu üçün, bu bundan böyükdür. Onda belə çıxır ki, birincinin də kütləsi ikincinin kütləsindən böyükdür. Çünki F Arximet 1, F Arximet 2-dən böyükdür axı. Nağdır, birincinin kütləsi böyükdür ki, bunun, əlbəttə ki, məsələn, deyirəm ki, bu 20 kilodur ki, məsələn, Arximet qüvvəsi bunu 200-dən yuxarı qaldırır. Amma bu daha kiçikdir ki, Arximet də kiçikdir də, az qüvvə ilə qaldırır. Onda biz şüşə qapağının altındakı havanı sorma nasosundan sorsaq, çıxartsaq, bu zaman Arximet qüvvəsi qalmır, itir gedir. Birincinin də kütləsi daha mı böyükdür? Birincinin də kütləsi daha böyük olduğuna görə onda belə çıxır ki, C cismində tarazlıq pozular. Bu bizə nəyi soruşur? Deyir, tarazlığı ilə əlaqədar hansı hadisə müşahidə olunacaq? Təbii ki, onun tarazlıqla əlaqədar olaraq deyəcəyik ki, bu C tərəfi görürükmü? Bu C tərəf aşağı düşər. Çünki onun kütləsi daha çox deyə ağırlığı daha çoxdur. Bu aşağı düşər. Bu tərəfdə daha yüngülüydü, kütləsi az idi deyə bu tərəfdə yuxarı doğru qalxar. Ona görə də biz bunun haqqında bu fikrimizi əsaslandırdıq. Sual 18. Deyir ki, paraleliped şəkilli buz parçası suda üzür və onun H bərabərdir 2 santimetri sudan kənarda qalır. Sudan kənarda qalır. Onda bu hissəni bizə veribdir 2 santimetr. Deyir, buzun oturacağının sahəsi 2500 santimetrin kvadratıdır.
Buzun kütləsini hesablayın. Baxın, ilk öncə biz nə yazarıq burada? Bizdən buzun kütləsini istəyir. Birinci, ümumi olaraq gəlin buradan H-ı tapaq. Baxın, buzun kütləsi 900-dür, düzdür? Biz də bilirik axı, suyun kütləsi də 1000-dir. 1000 kiloqram bölünsün metrin kubudur. Onda belə çıxır ki, buz da 900-dür. Deməli, bunun 9 hissəsi neyniyibdir? Batıb, 1 hissəsi quruda qalıb, yəni çöldə qalıb, quruda qalıb. Demək, 1-i, 9-u, 1-i 2 santimetrdirsə, baxın, yazaram ki, 1 hissəsi üçün 2 santimetrdirsə, onda bunun tamamı, yəni tamamı yazaq, yəni böyük H-ı olacaqdır. 1 2-dirsə, tamamı 20 santimetr olacaq. Onda bizim H-ımız oldu 20 santimetr. H-ımız 20 santimetrdir. Buzun kütləsini istəyir, gəlin həcmi tapaq. Biz buradan həcmi tapsaq, ümumi həcmi yazarıq V bərabərdir SH. S-imiz 2500-dür, yazırıq 2500 vurulsun. H-ımız isə bizim 20 santimetrdir. Yazırıq, vururam 20 santimetrə. Bu da eləyəcək, demək 1, 2, 3. 3 dənə bu sıfırı götürsək, 25 də 2-yə vursaq, eləyəcək 50 santimetrin kubu. 1 santimetrin kubu 10 üstü mənfi 6 metrin kubu deməkdir. Ona görə biz də bunu yazarıq, 50 vurulsun 10 üstü mənfi 6 metrin kubu. 50 vurulsun 10 üstü mənfi 6 yazdıq bunu. Bunu bu şəkildə yazandan sonra, indi gəlin, deməli, biz həcmi tapdıq ki, 50 vurulsun, elə lap belə yaza bilərdik də, 50 vurulsun, 2 saniyə gözləyin, burada deyəsəm, mən bir şeyi səhv yazdım. Dəqiq əmin olaq, elə yazaq ki, səhv çıxmasın, çünki ətraflı olduğu üçün variant yoxdur. Demək, biz bunu aldıq, 50 vurulsun 10 üstü 3, düzdür, santimetrin kubu. 50 vurulsun 10 üstü 3 santimetrin kubu. İndi düz çevirdik. Və dedik ki, 1 santimetrin kubu 10 üstü mənfi 6 metrin kubudur. İndi mən bu zaman həcmi tapsam yazaram ki, 50 vur 10 üstü 3, santimetrin də kubunu metrin kubuna çevirsək 10 üstü mənfi 6. Bunu da hesablasaq eləyəcək, deməli, 50 vurulsun 10 üstü mənfi 3, o da 5 vurulsun 10 üstü mənfi 2, bu şəkildə yazarıq. Düzdür? Həcmi tapdıq. Həcmi tapandan sonra bizdən soruşur buzun kütləsini, M-i. Biz də bilirik ki, M bərabərdir, rho vurulsun V. Rho-nun qiyməti 900-dür. 900 vurulsun. Həcmi də tapdıq 5, 10 üstü mənfi 2. Mənfi 2 bu 2 sıfırı aparacaq. 9 da 5-ə vursaq eləyəcək 45 kiloqram. Cavabımız 45 kiloqram olacaq. Davam edirik. Sual 19. Tarazlıqda olan və çəkisi nəzərə alınmayan çubuqdan M1 və M2 kütləli cisimlər asılmışdır. Birinci cismin həcmi V1 bərabər 20 santimetrin kubu, sıxlığı Rho1 bərabər 4000 kiloqram bölünsün metrin kubudur. İkinci cisminin kütləsini M2-ni hesablayın. Əvvəla baxaq, bizə V1-i 20 santimetrin kubu, Rho1-i 4000 verib. Gəlin şəklə baxaq. Gəlin şəklin üstündə yazaq ki, bir də aşağı düşməyək. Deməli, həcmi bizə vermişdi 20 santimetrin kubu. Sıxlığını isə vermişdi bizə 4000 kiloqram bölünsün metrin kubu. Baxın, gəlin burada birinci Rho1 var, V1 var. M1-i tapaq. Çünki bizə zaten ağırlıq lazım olacaq. MC qüvvəsi aşağı çəkir cismi ona görə. Biz M1-i tapsaq, yazarıq. M1 bərabər Rho1 vurulsun V1. Rho1 4000-dir. 4000-i vuracam. 4000-i vuracam. 20 santimetrin kubu bayaq yazdığımız kimi 20 10 üstü mənfi 6 metrin kubu yazaram. Vuracam 20 10 üstü mənfi 6 metrin kubuna. Bunu da hesablayanda 1, 2, 3, 0 bu 2 sıfırla getsə
deməli, bunun 3 sıfırı bundan geçsəm, olacaq 8, deməli, olacaq 8 vurulsun 10 üstü mənfi 2. Düzmü yazdıq, qoy bir dənə fikirləşək. 3'ü bundan getdi mənfi 3. İkisi də bundan, bir də ondan getsə, bu şəkildə 8 vurulsun 10 üstü mənfi 2 aldıq biz bunu. Daha sonra, deməli, 0,8 yazıram. 0,8 kilogram aldıq. Ağırlıq qüvvəsi də bunu M1 vurulsun J aşağı çəkir. M1 0,8 J də 10'dur deyə eləyəcək 0,8 Newton. Deməli, bunun ağırlıq qüvvəsi 0,8 Newtondan bunu aşağıya doğru çəkir. Və mayenin içərisində olduğu üçün Arximed qüvvəsi də bunu yuxarı qaldırar və Arximed qüvvəsinin düsturunu şeylə taparıq da, Romaye J cisimlə. Çünki bizə həcm veribdir. Yazarıq Romaye J cisim. Və bununla hesablasaq, mayenin sıxlığı, baxaq, yəqin ki 1000 olacaq. Mayenin sıxlığını bizə 1000 veribdir. Yerinə qoysaq, 1000 vurulsun J 10'dur. Cismin də həcmini biz tapdıq ki, bayaqları burada 20 10 üstü mənfi 6. 20 vurulsun 10 üstü mənfi 6. Bu da eləyəcək 1, 2, 3 bundan geçsə 10 üstü mənfi 5 ilə vursaq 0,2. Deməli, Arximed qüvvəsi 0,2'dir, ağırlıq qüvvəsi 0,8'dir. Onda belə çıxır ki, bir düz xətt üzrə əks istiqamətdə olduqlarına görə bunun gərilmə qüvvəsini biz taparıq 0,6. Çünki MC 0,8'dirsə, bu da 0,2'dirsə, deməli burada 0,6 olmalıdır ki, 0,8 versin bizə. Deməli, gərilmə qüvvəsi 0,6 oldu. Şərt yadımdan çıxdı, sual o qədər uzundur ki, bizdən nəyi soruşur? İkinci cismin kütləsini. Tamam, gəl ikinci cismin kütləsini tapaq. Dayaq olan yer 0, 1, 2, 1, 2, 3. Onda yazarıq ki, 3 vurulsun 0,6 bərabərdir. Gözüz M2 də 2'yə düşüb. 2 vurulsun, M2 vurulsun J. 1,8 bərabərdir. J'nin də qiyməti onda 20 M2. M2 də bərabər olacaqdır. Deməli, 1,8 də 20'yə bölsək, eləyəcəkdir 0,9 kilogram. Yəqin ki, qramla da istəsə, 1000'ə vursaq, eləyəcək 90 həmçinin qram. Yəni, cavab bu şəkildə olacaq. Sual 20'yə keçirik. Sual 20'də deyir ki, tarazlıqda olan və çəkisi nəzərə alınmayan çubuqdan M1 və M2 kütləli cisimlər asılmışdır. V1 20 cm kubu burada da eynidir. Rho1 4000. Rho1 4000'dir. Aha, eyni sualdı deyəsən. Deyir, sıxlığı Rho1 4000, ipin gərilmə qüvvəsini hesabla. Bizdən buranı istəyir. Gəlin birbaşa buradakı qiymətləri yazaq da, bunu başa düşdüzsə eyni şeydir. Gərilməyə birində 0,6 tapdıq, birində 0,9 tapdıq, görürsünüz. 0,9 kilogramdır bura. 0,9 kilogram 0,9 kilogramdırsa, onda M2 vur J'dən də 0,9'u 10'a vursaq 0,9 eləyər. Yəni bu şərtdə bura 0,9 eləyəcək. Burada 0,10'da neçə tapmışdıq? 0,6 tapmışdıq. Ona görə də bu ikisini cəmləsək, gərilmə qüvvəsini alacağıq biz burada 1,5 Newton. Belə. Yəni, eyni qayda ilə hesablaya bilərsiniz. Burada nə yazmışamsa, eyni şeyi burada hesablayanda zaten rəqəmlər eyni olduğu üçün vaxt itirmək istəmədim. 21-ci sualımıza keçirik. 21-ci sualımızda bizə deyir ki, diametri 4 cm-dir. Diametri 4 cm. Tamam. Su ilə dolu qabdır. Su ilə dolu olan silindir şəkilli. Silindir şəkilli. Soldan ağzı bağlı olan borunun AB oturacağına suyun göstərdiyi hidrostatik təzyiq qüvvəsi nəyə bərabərdir? Çox maraqlı sualdır. Deməli, bizdən hidrostatik təzyiqi soruşur deyə. Hidrostatik təzyiq qüvvəsi, təzyiq qüvvəsi F-i. F bərabər P vurulsun S-dir. Burada da məntiqən P-yə ρGH qoyarıq. Olacaq ρGH vurulsun F. S. Onda F bərabərdir. Rho-nun qiyməti 1000'dir. Yazırıq, 1000'ə gəlin 10 üstü 3 yazaq. Çünki yerimiz balacadır. J-yə 10 yazaq. H-ın yerinə
Hündürlük buradan bura qədər olan hissədir, düzdürmü? Yəni buradan bura qədər olan hissə bizim üçün hündürlük sayılır. O da 3D burada, D burada, hündürlük cəm 4D'dir. D'nin də qiyməti 4 santimetrdir. 4 vurulsun, 4 10 üstü mənfi 2 desək, 4 dəfə 4, 16, 10 üstü mənfi 2 eləyəcək bunun haşı. Hündürlüyə qoyarıq 16, 10 üstü mənfi 2 vurulsun. S-də nəyə bərabərdir? Pi-d kvadratı, diametri verib də, pi-d kvadratı bölünsün 4. Pi-miz 3-dür, D-si 4 10 üstü mənfi 2-dir. Kvadratı eləyəcək 16, 10 üstü mənfi 4, bölünsün 4. İxtisar gedir. Qalır 4 dəfə, elə bir ki 16 4 ilə getdi. 4 dəfə 3, 12, 10 üstü mənfi 4 qaldı. S-ində yerinə 12, 10 üstü mənfi 4 yazarıq. Gəlin hesablayaq. Deməli, 10 üstü 3 budur, 10 da budur. Bura 10 üstü 4 eləyir. Bu opşi bununla gedər. Düzdürmü? İxtisar gedər. 16-nı da 12-yə vuranda neçə eləyəcək? 6 dəfə 2, 12 buradan. 192. 192 vurulsun, 10 üstü mənfi 2-də qaldı burada. Yəni F bərabərdir. 10 üstü mənfi 2-ni bu kəsrin şəkilə, rəqəmlərin qabağına versək 1,92 Newton eləyər. Davam edirik 22-ci sualla. Deyir ki, eyni yaylardan, eyni kütləli, göstərilən həcmli 3 kürə asılmışdır. Kürələrin suya tam batanda yaylarının uzanmaları arasında hansı münasibət doğrudur? Yadınızda saxlayın. F Arximet bərabərdir Romaye J və cisim. Cismin həcmi artdıqca Arximet qüvvəsi artır. Və Arximet qüvvəsi artır deyə də həcmi çox olan daha çox yuxarıda artır. Hamısının üstü Arximet qüvvəsi yuxarıda artır. Sadəcə həcmi çox olanı 2x Arximet qüvvəsi 2 dəfə daha çox qüvvə ilə yuxarıda artır. Daha böyük qüvvə ilə yuxarıda artır deyə F-də bərabər kx-dır da bu yay daha çox uzanır. Ona görə ən çox uzanan x1 olacaq. Sonra x2 də x3 də x də burada həcmləri v olduğu üçün x2 də x3-ə bərabər olacaq. Sual 23. U şəkilli şaquli boruya kerosin və su tökülmüşdür. Böyük hündürlük 30 santimetrdir. Gəlin yazaq. Böyük hündürlük 30 santimetrdir. Bu hissəni də veribdir bizə 10 santimetr. Baxın, ümumi 30-dur. Burada 10-dursa, onda buradan bura olan. Onu biz tapmalıyıq. Buradan, onda burada. Bura neçədir? Dedik ki, 10 santimetr. Düzdür, bunu yazdıq. Bura 10 santimetrdir. Başım qarışdı. Təzədən oxuyun bir saniyə. Deyir, sağ tərəfdəki mayestun hündürlüyünü tap. Hə, bizdən ümumi buradan bura hündürlüyü istəyir. Onda belə çıxır ki, biz buranın hündürlüyünü tapsaq, bura x-dir. Buranın hündürlüyünü tapsaq, ümumi tapa bilərik. Çünki alt hissənin 10 santimetr olduğunu bilirik. Birləşmiş qablar qanununa görə rho ilə h tərs asılıdır. Ona görə də biz yazarıq ki, rho su bölünsün rho kerosin bərabərdir h kerosin bölünsün h su. Çünki rho ilə h necə asıldı? Tərs. Burada isə qiymətləri yerinə qoysaq, birinci görürük ki, kerosin 800-dür, su da 1000-dir. Gəlin çalçarpaz vuraq, olacaqdır rho su, h su bərabərdir, rho kerosin vurulsun h kerosin. Deməli, gətirib yerlərinə qoysaq, kerosin 800-dür, su da 1000-dir. Onda suyun sıxılığına yazıram 1000, vurulsun x bərabər. Kerosin də 800 vurulsun. Kerosinin haşı neçə idi bəs? Kerosinin haşı, onda buradan da bura kerosin haşı olacaq da avtomatik olaraq. Opşi 30'dur, aşağı 10'sa burada 20'dir. Onu burada yazıram 20. İxtisar aparsaq 8 dəfə 2 x eləyəcək 16 santimetr. Demək biz buranı tapdıq ki 16 santimetrdir. 16 santimetr bu hissədir. 10 santimetr də buradırsa, onda buradan bura toplam olacaq cavabımız h bərabərdir 26 santimetr. Bu şəkildə.
Keçirik 24-cü sualımıza. Kütləsi 78 kiloqram olan metal silindir blokdan keçirilmiş, çəkisi nəzərə alınmayan sapdan asılaraq tamamilə su olan qaba salınmışdır. Cismi göstərilən vəziyyətdə tarazlıqda saxlayan qüvvəni hesablayın. Tərpənməz blok olduğunu görürük. Tərpənməz blokun eyni ip olduğu üçün hər tərəfi eyni qədər qüvvə yaradır. Onda bura F-dirsə, burada yazıram F. Burada yazıram F. İndi baxın, bu cismi ağırlıq qüvvəsi aşağı çəkəcək, Arximed qüvvəsi isə yuxarı qaldırmaq istəyəcək. Onda yazarıq ki, baxın, bu ikisi eyni istiqamətdə, mc də əks olduğu üçün yazaram ki, F üstə gəlinsin F Arximed bərabərdir mc-yə. F-i də tapsaq, olacaq mc çıxılsın F Arximed. Biz də mc-ni yazırıq, F Arximedin də yerinə mc, romayi böl rho cisim yazırıq. Daha sonra isə hər tərəfdən mc-ni ortaq vuruq çıxardırıq, olur 1 çıxılsın romayi bölünsün rho cisim. Bizim m'imiz 7.8, j'miz 10'dur. Eləyir 78 vurulsun, 1 çıxılsın. Romayi 1000'dir. 1000 bölünsün 7800. Bu da 78 vurulsun. Bunları ixtisar aparsaq, 1-dən 78-də 10'u çıxsaq, elə bir 78-də 78-dən 78-də 10 çıxsaq, qalacaq 78-də 68. 78-lər gedəcək, qalacaq 68 Newton. Doğru cavabımız. Davam edirik ardına 26-cı sualımızla. Daha doğrusu 25-ci sualımızla. 25-ci sualımızda bizə nə deyir? Deyir ki, göldə çəkisi nəzərə alınmayan kublardan birinin daxilində M bərabərdir 10 kiloqram kütləli cisim var. Kublar bir-birinə iplə bağlanıb və göstərildiyi kimi tam bataraq suda üzür. Onlar tamamən sudan çıxaranda yekun Arximed. Yekun Arximed onsa sudan çıxanda, tamamən sudan çıxanda bunlar 0 olmalıdır. Və gəlin etalonlarla hesablayaq. F Arximedin bizdən soruşur Arximed qüvvəsinin qiymətini göstərməklə zamanın asılılıq qrafikini çək. 10 kiloqram deyirsə, onda bu cisim 100 Newtondur. Və 100 Newton olduğu üçün bu da 100 Newton yekunda da qüvvə bunun Arximed qüvvəsi deyil olmalıdır. 2 dənə olduğu üçün, məsələn, buna da 50 Newton düşür deyək. Buna da 50 Newton düşür ki, aşağıda da mc 100 Newtondur. Və cisim 100-dən, Arximed qüvvəsi 100-dən başlayır. Bunlar hissəsi sudan çıxır. Birinci bu çıxanda Arximed qüvvəsi düşəcək 50-yə. Düşdü 50-yə. Sonra burada gördüyümüz cisim üzüb gəlib, qoy qıraqdan çəkin, bax bu cisim burada üzüb gəlib bura çatana qədər 50 ilə çıxır da Arximed qüvvəsi. Ona görə Arximed qüvvəsi bir müddət dəyişmir. Daha sonra isə bu da gəlib bura çatdı, bu gəlib bura çatana sonra bu da çıxır da quruya. Ona görə Arximed qüvvəsi sonra olur, azalır, olur 0 qiymətində. Sonra 26. 26 sonuncu sualımız imiş. Ağzı açıq olan nazik borunun aşağı hissəsində müəyyən hündürlüklü hava sütunu və onun üzərində isə L bərabər 760 hündürlüklü civə sütunu vardır. Borunu ehmalca şaquli oxdan 60 dərəcə meyl etdirdikdə bizə deyir ki, havanın təzyiqi neçə dəfə və necə dəyişəcəkdir. Normal atmosfer təzyiqi P0-dır, civə borudan tökülmür, temperatur da sabitdir. İlk öncə yazırıq ki, P atmosfer təzyiqi 760 millimetr civə sütunudur. Birinci halda biz görürük ki, bunun məsələn içində təzyiq var da, buna məsələn birinci üçün P1 təzyiqi deyək. Baxın bu hissədə. Və buradan da buna atmosfer təzyiqi təsir eləyir. Ona görə birinci halda P1 bərabər olacaq P atmosfer təzyiqi, bir də üzərinə gəlinsin bu L-dəki. L-dəki də 760 hündürlükdəki civə sütunundaq. Ona görə bir dənə də üzərinə gəlirik bunun P0. Yəni yazırıq ki, P1 bərabər P0 üzərinə gəlinsin rho GH. Yəni ki, P1 bərabər olur 760, üstə gəlsin 760. Bu da eləyir 1520. Yəni P1 bərabər olur 1520 millimetr civə sütununa. Birinci halda budur. İkinci halda 60 dərəcə meyl etdiririksə biz bunu.
Gəlin şəkil üzərində işləyək. Belə bir şəkil çəksəm, bura katet desək, bura hipotenuz kimi baxsaq. Bura yazaram 30 dərəcə. Düzdürmü? Biz də bilirik ki, 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Ona görə bura 30-dursa, burada 90-dır da, şəkli buradan çəkək. Bura köçürtsəm bu şəkli. Bu şəkli bura köçürtsəm. Onda bunun hipotenuzu budur da. Bunda hipotenuz axı 760-dır. Və bu 30 dərəcə bura köçürdürəm. Bura 90-dır. Düzdür, 30-un qarşısı buradır. Bura hissəni veribdir bizə. Və biz də bilirik ki, 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısı olduğuna görə burada nə yazarıq? Onda buranın hündürlüyü 760 millimetr civə sütunudursa, onda bu hissə olacaq L bölünsün 2. Çünki bu şəkildə yazırıq. Bura olacaq L bölünsün 2. Yəni biz buradan, belə yazım, bircə saniyə. Baxın, şəkli bura köçürdürəm, təkrar deyirəm. Şəkli bura köçürsək, baxın, bu şəkildə olur. Bura 30 dərəcədir, düzdür? Onda biz burada nə yazarıq? H bərabərdir, yazarıq 760 bölünsün 2. Eləyəcək neçə? 380. 380 millimetr civə sütunu. Onda biz ikincinin təzyiqini tapanda yazırıq ki, P2 bərabərdir, P atmosfer, yəni P0 üstə gəlinsin, P bölünsün 2, yəni P0 bölünsün 2. Yəni yazırıq ki, 760 üzərinə gəlinsin, 760 böl 2. Bunu da hesabladığımız zaman 760-ın üstünə gələndə 380 alırıq. Deməli alırıq. Hesablasaq 1140 alırıq. 1140 millimetr civə sütunu. Baxın, bu məqam yəqin ki, aydın olmadı, təkrar deyirəm. Burada 30 dərəcə var və biz də bilirik ki, 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Ona görə hipotenuz 760-sa, biz də H-ı yazanda 760-ı 2-yə bölüb 380 millimetr civə sütunu aldıq. Ona görə P2-də toplayanda P0 üstə gəlinsin yazdıq, P0 bölünsün 2. Və yəni 760 üstə gəlinsin, 760 bölünsün 2 ilə hesablayıb 1140 aldıq. Birinci halda 1520-dir, ikinci halda isə 1140-dır. Biz də bunları ixtisar eləsək, çünki bizə deyir ki, neçə dəfə və necə dəyişəcəkdir. Biz də yazarıq ki, 1520 bölünsün 1140, bu da eləyəcək. Elə 760-ın özünə ixtisar aparsaq, biz bunu neçə ixtisar aparsaq? Yəni, bunu özünə aparsaq. Burada olacaq 3, burada olacaq 4. Cavab olacaq 1520 bölünsün 1140, yəni 3-də 4 dəfə azalar. 3-də 4 dəfə azalar. Yəni, bu şəkildə. Və 26 sualın izahına sonuna çatdıq. İzlədiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm. Sağ olun. Növbəti videolarda görüşənədək.